Namazları var bu ayın. Bir dənə xüsusi namaz var, onu deyirəm sizə inşallah. Hər gecə şam xiftar namazından sonra qala bilərsiniz. 2 rükətdir. Hər rükətdə həmd, 3 dəfə ixlas. Bu gecə namazını qılıram deyirsən, qürbətən Allah. Və namaz bitəndən sonra, salamlardan sonra duanı oxuyursan. Hansı duadır? Qoy oxuyun bunu. Amma bu duanı əllərini qaldırırsan oxuyursan. İnşallah bu duanı oxusuz, bu namazı qılsız, duavuz qəbul olar. Nasıl bir hacətiniz varsa, bu namazla hacətinizi ala bilərsiniz. La ilahe illallah, vahdehu la şerike lah, ve lehul mulk, ve lehul hamd, yuhyi ve yumit, ve huve hayyun la yamut, biyedihil khayr, ve huve ala kulli şeyin qadir, ve ileyhil mesir, ve la havle ve la kuvvete illa billahil aliyyil azim. Allahümme salli ala Muhammedin nebiyyil ummi ve alih. İnşallah oxuyarsınız, bu namazı da qılarsınız. Ondan sonra hədisdə var ki, elə ki əlləri açmısan, bu duanı bitirən kimi üzvə sürtürsən belə inşallah. Sürtəndən sonra deyir, duan qəbul olar. Allah 60 həcc, 60 ümrənin savabını verərsən. Belə bərəkətli bir namazdır. Belə bir bərəkətli namazdır inşallah. Bir neçə tövsiyə edirəm yenə də. Digər 4-cü tövsiyəm. İnşallah bu gecə nəsib olsa, əhya saxlaya bilirsiniz, əhya saxlayarsınız. Bu gecə. Əmirül-Müminin deyib, bacarsınız bu gecə əhya saxlayın. Neyiniyin bu gecə? Deyir, minət dua və səlat və tilavətil Qur'an. Dua, namaz və Qur'anı tilavət eləməklə keçirdim bu gecəni.